Əziz dostlar, Əhl-i Sünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Kəbə doğum evi deyildi. Kəbə Allahın evidir. Kəbədə heç kim dünyaya gəlməyib. Heç kim. Əli radiyallahu anh başqa insanlar kimi evində dünyaya gəlib. Biz Peyğəmbər sallallahu aleyhi ve sellem əgər Kəbədə doğulmaq fəzilət olsaydı, ona ən birinci layiq Peyğəmbərimiz olardı Muhammed sallallahu aleyhi ve sellem. Kəbədə yox, evdə dünyaya gəlib. Uydurma da uydurma, səhih deyil. Çünki Kəbə hətta müşriklərin vaxtında Kəbəni qoruyurdular, qoymurdular heç kəsi. Hər adam girsin. O ki qaldı Əli bin Əbi Talib radiyallahu anh'ın anası Fatimə girsin orada uşaq doğsun. Əli bin Əbi Talibin Kəbədə doğması nağıldır. Hə? Əli bin Əbi Talibin Kəbədə doğmasının əsli yoxdur. O hardan gəlib? Özdə ki, təsəvvür edin, kim ki bunu çıxardı, hansısa firqə. Təsəvvür edin, Əli bin Əbi Talib tərifləmək üçün çıxardılar. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Şahidi olduğumuz kimi burada iddia olunur ki, güya Əli bin Əbu Talibin Kəbədə doğulmasının əsli yoxdur. Üstəlik, güya bunu hansısa firqə çıxardıb və burada aydın məsələdir ki, şiələr nəzərdə tutulur. Beləliklə, iddiaya görə güya İmam Əlinin Kəbədə dünyaya gəlməsi bir firqənin uydurmasıdır və heç bir əsası yoxdur. Əslində isə bir çox digər tarixi hadisələr kimi Əli bin Əbu Talibin Kəbədə dünyaya gəlməsi məsələsi məzhəb fərqi olmadan sünnili, şiəli, tarixçi və hədis alimlərinin nəql etdikləri bir faktdır. Bunun əsli isə elə Əhl-i Sünnənin mötəbər mənbələridir. Miladi 10-cu əsrdə yaşamış və İmam Müslimin məşhur tələbələrindən dərs alıb, hədislərini nəql etmiş Əhl-i Sünnə alimi Hakim ən-Nisaburi özünün məşhur Əl-Müstədrək Əl-Səhiheyn əsərində İmam Əlinin Kəbədə doğulması barədə rəvayətlərin inkar olunmaz həddə çox olduğunu aşağıdakı sözlərlə qeyd etmişdir. Təvatür şəkildə nəql olunub ki, Fatimə binti Əsəd möminlərin əmiri Əli bin Əbu Talibi Kəbənin içində dünyaya gətirmişdir. Hakim ən-Nisaburi Əl-Müstədrək Əl-Səhiheyn cild 6 səhifə 337. Beləliklə, şahidi olduğumuz kimi İmam Əlinin Kəbədə dünyaya gəlməsi heç də şiələrin uydurması deyil, Əhl-i Sünnə alimlərinin də təsdiqlədiyi tarixi bir hadisədir. Günümüzdə bu məsələni şiə uydurması kimi qələmə verənlər isə açıq-aydın şəkildə şiələrə böhtan atırlar. Bunu da qeyd edək ki, burada söhbət Kəbədə doğulmağın fəzilət olub olmamasından yox, İmam Əlinin Kəbədə doğulması hadisəsinin hədis toplularında, habelə tarixi mənbələrdə nəql edilib edilməməsindən gedir. Şahid olduğumuz kimi, Əhl-i Sünnə mənbələri də bu hadisəni təsdiqləyir. Bəs görəsən bunu inkar edənlərin, İmam Əlinin Kəbədə deyil, evində doğulduğunu iddia edənlərin dəlilləri nədir? Ən əsası, görəsən Əhl-i Sünnə mənbələrində də öz əksini tapan bu hadisəni araşdırmadan niyə rədd edirlər? Hər halda böyük Əhl-i Sünnə alimi Hakim ən-Nisaburinin yazdığından aydın olur ki, onun yaşadığı dövrdə İmam Əlinin Kəbədə doğulması haqqında xəbərlər mütəvatir dərəcəsində olub, yəni cəmiyyətdə danılmaz bir fakt kimi qəbul edilib. Bugün bunu rədd edənlərin bu məqamı nəzərə almaları ədalət və obyektivlik baxımından məqsədə uyğun olardı. Şahidi olduğumuz kimi, Əhl-i Sünnədən olan qardaşlarımızın iddiası tamamilə əsassızdır. Burada deyilənlərlə bağlı insafla düşünək, obyektiv düşünək və ən doğru olanı qəbul edək.